Çayın daşması nəticəsində həyətlərə, kənd təsərrüfatı sahələrinə və yolların bir hissəsinə ziyan dəyib. Hazırda sahil boyu ərazilərində təhlükə davam edir. Betonla bənd qoyulmalıdır ki, biz burada uşaq var, körfət var. Yəni bizə çay gələndə biz o tərəfə çıxa bilmirik. Maşınlarımız evə gəlmir. Uşaqlar məktəbə aparmaq olmur, bağçaya aparmaq olmur. Yəni çox bərbad vəziyyətdəyik. Fövqəladə halların qarşısını almaq məqsədi ilə ağır texnika və işçi qüvvəsi əraziyə cəlb olunub. Sahil bərkitmə işləri aparılır. Axının istiqaməti nəzarətə götürülür. Hal-hazırda 7-8 dəfə artıq su keçir çay üzərindən. Bu da məcranın təmiz, dolu vəziyyətdə suyun gəlməsinə nəticələnir. Biz hal-hazırda idarə tərəfindən həm İnter çayında, həm digər Balakən çayda, Katex çayda, Mazım çayda texnikaları cəlb etməklə selin yaradıcı biləcəyi fəsadların qarşısını almaq məqsədi ilə məcra tənzimləmə, sahil bərkitmə dambaları işləri vurulur. Qeyd edək ki, İnterçay mənbəyini Gürcüstan ərazisindən götürür. Balakəndən keçərək təxminən 10 kilometr məsafədə Mazım çaya birləşir. Davam edən yağışların həcmi çayın gələcək axınına da təsirini göstərə bilər. Bildiyiniz kimi Gürcüstan Respublikasında yağan güclü yağışlar nəticəsində Balakən rayonu ilə sərhəddən axan Mazım çayda, İnterçayda suyun səviyyəsi artmış. Nəticədə rayonun Xoşbinə, Xalatala, Şərif, Meşəşambul kəndlərində sel təhlükəsi yaranmışdır. Rayon rəhbərinin tapşırığına əsasən dərhal Fövqəladə Hallar Komissiyası ərazidə olmuş, çaylarda əsas sel təhlükəsi olan sahələrdə sahil mühafizə tədbirləri görülmüşdür. Əhaliyə məxsus əkin sahələrinə, meşə ərazilərinə, örüş sahələrinə sel düşsə də, əhalinin fərdi yaşayış evlərinə, ev təsərrüfatlarına sel sularının düşməsinin qarşısı tamamilə alınmışdır. Hazırda sözügedən ərazilərdə qabaqlayıcı tədbirlər davam etdirilir. Nigar Davudova, Vüqar Mirzəyev, Gülşanə Mahmudova, Günel Habil qızı, ASTV xəbər.